Bu görüntü çox şirin görsənir, amma əslində saniyələr içərisində faciə ilə nəticələnə bilər. Son vaxtlar yolda çox qarşıma çıxır ki, valideynlər uşaqlara icazə verir, arxada şüşəni açsın və yarıya kimi bayıra çıxsın. Və təbii ki, əksəriyyəti burada heç bir təhlükə görmürlər, amma əslində bu çox riskli bir şeydir. Təsəvvür edin ki, maşın 50 ilə hərəkət edir və ani bir tormuz verir maşına, yaxud hər hansısa bir maşına deyir. Burada nə baş verəcək? Kəmərlə bağlanmayan uşaq fizikanın qanununa görə hərəkət etməyə davam edəcək, öz hərəkətini saxlamaq üçün. Burada da çırpıla bilər stoykaya, maşından bayıra düşə bilər və nəticə olaraq ən yaxşı halda kəllə-beyin travması yaxud hər hansısa bir sümüyün sınması, pis halda isə 50 cürə bədbəxt hadisə ilə nəticələnə bilər. Lap heç yerə dəyməsə belə, avtomobilin altından çıxan hər hansısa bir daş, yol nişanı, ağacı budaqları da uşağa xəsarət yetirə bilər. Uşaqlar təhlükəni hiss edə bilmirlər. Bu məsuliyyət bizim üstümüzə düşür. Sevgi bəzən azadlıq vermək deyil, sevdiklərini qorumaqdır. Ona görə də əzizlərim, çalışın sevdiklərinizi qoruyasınız və avtomobili düzgün idarə edəsiniz.